Deməli, necə qeyd edirik? Məsələn, bizə sual verirsə ki, gündəlik tutmağı sevir. Nədir? Verbal lingvistik. Verbal lingvistik. Bəs şahmat oynamağı sevir. Nədir? Məntiqi riyazi. Elmi muzeylərə getməyi sevir. Məntiqi riyazi. Bir də bunu da qeyd edəcəksiniz. İncəsənət muzeylərinə getməyi sevməsi məkan vizualdır. Yaxşı? Ay sağ olun. Yəni, elmi muzeylərə getməyi sevir deyirsə, məntiqi riyazi götürürsünüz. Çünki elmidir. Amma incəsənət muzeylərinə getməyi deyirsə, bu olacaq məkan vizual. Burada qeyd edəcəksiniz. Sonra hekayə xəritəsi hardadır? Məkandır. Bəli, elmi muzey amma məntiqi riyazidir. Sonra hekayə xəritəsi hardadır? Verbal lingvistik. Bəs bədən xəritəsi hardadır? Yox. Yox, bədən xəritəsi, bədən kinestetikdə. Beyin xəritəsi hardadır? Məkan vizualdadır, bəli, doğrudur. Liderlik bacarığı hardadır? O kinestetik. Yox, liderlik bacarığı şəxslər arası intellektdədir. Özü üçün gələcəyini planlayır, məqsədini qoyur. Hardadır? Fərd daxildə, bəli. Təbiəti sevir, pəncərədən boylanır. Hansıdır? Bəli, naturalist.